Avrasiyanın mən dərdim Şərq yarımkürəsinin taleyi Orta Doğuda həll olunduğu üçün Orta Doğu məsələsi bugün düyün mərhələsindən çıxma ərəfəsindədir. Düyünün cəhləri açılmaq üzrədir. Və xatırlayırsınız, Qəzzədə barış sazişi imzalanında, o sazişin imzalanmasında aparıcı iki dövlət var idi. Biri Amerika idi, biri Türkiyə idi. Və bu sazişin imzalanmasını ev sahibliğində Misr eləyirdi. Saziş Şarm el-Şeyx şəhərində gerçəkləşdi. Sazişi imzalayan 4 dövlət var idi. Amerika, Türkiyə, Qatar və Misr. Bilirsiniz, o zaman o toplantıya Azərbaycan dövlət olaraq dəvət edilmişdi. Azərbaycanla yanaşı da Ermənistan da dəvətli idi. Bunun da ən əsas səbəbi Ermənistan və Azərbaycan arasında olan sülh sazişinə razılıq sənədinin Ağ Evdə imzalanması idi. O sənəd imzalanandan sonra təbii ki, Amerikanın, özəlliklə Trump Amerikasının Azərbaycanla olan münasibətlərində çox böyük irəliləyişlər olduğunu biz gördük və Azərbaycan o toplantıya da dəvət olundu və Azərbaycan yüksək səviyyədə təmsil olundu. Toplantıda imzalanan sazişdə Qəzza ilə bağlı barışıq məsələsi gündəmdə idi. Bu barışıqda da İsrail, Hamas arasında olan uzun müddətli savaşa son verilməsi, Orta Doğu düyünün də çözülməsi məsələsinə üçün ciddi bir addımlar atıldı. Saziş imzalanandan sonra işçi bir qrupun yaradılmasına ehtiyac olduğunu bu zamanda səsləndirdilər. Hətta Amerika belə bir fikir səsləndirmişdi ki, barış sürəcini İngiltərənin keçmiş baş naziri Tony Blair rəhbərlik etsin deyə bir açıqlaması da var idi. Qafalar daha çox çalışırdı ki, bu barış olacaqsa, bunun icra mexanizmi necə həyata keçiriləcək? Görünür, uzun müddətli müzakirələrdən sonra belə bir barış şurasının yaranmasına bağlı ilkin razılıq olub və bu barış şurasının təşkil edilməsi, ilk toplantında gerçəkləşməsi Trump Amerikasına həvalə olunub. Çünki Trump'ın liderliyində bugün Orta Doğuda çox böyük dəyişikliklər baş verir. Trump iradəsi aparıcı bir iradə kimi artıq ortadadır. Belə bir şuranın yaranması da təbii ki, yeni bir format ortaya qoyur. Xüsusilə şura işçi bir qrupa çevriləcəksə, yəni davamlı yığışan, Orta Doğuda məsələləri müzakirə edən bir şura olacaqsa, onun həm də icra mexanizmləri də müəyyənləşəcək. İcra mexanizmlərində kim olacaq? Türkiyədə Milliyətçi Hərəkat Partisinin Genel Başkanı Dövlət Bahçeli açıqlamasında bildirdi ki, barış təşkilatının liderliyi Türkiyədə olmalıdır və Sayın Erdoğan rəhbərlik eləməlidir. Artıq belə bir fikirlər var ki, tək bir şuradan, məşvərət şurasına ibarət olmayacaq, böyük bir icra mexanizmi olacaq. Bu icra mexanizminin olması da Orta Doğu sınırlarını aşacaq. Çünki bilirsiniz, Orta Doğu həm Afrika ölkələrindən, həm Asiya ölkələrindən Şərq yarımkürəsini belə bütün götürsək, oralara təsir edəcək bir coğrafi məkandır. Orada bir barış şurası adı altında qurum yaradılarsa, mən hesab edirəm ki, barış şurası gələcəkdə Afrikada, Avstraliyada, Uzaq Şərqdə və Avrasiyanın bütün bölgələrində məsələləri müzakirə edəcək. Hətta Ukrayna və Rusiya müharibəsi də bu barış şurasında müzakirə oluna bilər.